Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizdə. Məştağanın tam mərkəzinə yaxın bir ərazidə 6 sot torpaq sahəsinin üzərində və belə bir həyət evini çıxıb satışa inşallah təqdimatını təqdim edəcək sizdə. Kanallarına qədər var. Yaşayışlıdır. Belə deyək, bir zal, 3 yataq, bir mətbəx, bir sanjeldən ibarətdir. İnşallah etin təqdimatını təqdim edirik sizlərə və sonra keçirik evin içəri hissəsinin təqdimatına. Bir dənə qardaşım, zəhmət olmasa bu hissəni göstər evin qabağınıza, keçək bu hissəyə. Gəl bura zəhmət olmasa qardaşım. Bu hissəni sizlərə təqdim edeyim. Bax, burada da əl qapısı var, balaca qapısı. Yəni, burada qaraj qapısı var. Kim istəsə dəyişib böyük qapı qoyar və maşın rahat bir şəkildə keçid etmək olan maşın üçün. Burada da əlavə fikir verin. Ayrıca torpaq sahəsi var. Yəni, oradan belə deyək, setka çəkilir. Yəni, kim istəsə toyuqca saxlamaq üçün ya evi göstərək tam şəkildə izləyicilərimizə tam şəkildə göstərək izləsinlər. İlkin olaraq qiymət 68.000 manatdır. Və gəl qardaşım, keçid edək evin içərisinin təqdimatına inşallah. Ondan zəncə çatdıraq ki, qeyd etdiyimiz ki, Məştağanın mərkəzidir. Tam yol və məktəblərə yaxın bir ərazidədir, tam təmirlidir. Qeyd etdiyimiz kimi qaz, su, işıq sayğaclarına qədər var. Burada sanuzel nəzərdə tutulub. Sanuzelini təqdim edək, sonra keçirik evin içərisinin təqdimatına. Buran göstər qardaşım, zəhmət olmasa izləyicilərimiz izləsinlər. Və bir dənə buradan da təkrarən göstər, izləyicilərimiz tam rahat bir şəkildə izləyə bilsinlər. Fikrin dəyərli izləyicilərimiz və keçid edəcək evin içəri hissəsinin təqdimatına. Bax, burada gəl qardaşım, gəl. Bax, burada belə bir fikir verin zalı var. Yalnız bir aboya ehtiyac var. Yəni, kim istəsə, aboy da vura bilər. Və keçək mətbəx hissəsinə. Bax, burada bir mətbəx hissəsidir. Evdə silik kombidir. Kombidir. Bunu göstərək sizlərə. Bax, burada da belə bir otağımız var. Bəzən izləyicilərimiz maraqlanırlar, belə deyək də, 60-lıq, 80-lıq divarlardır. Yalnız bir aboya, kim istəsə zövqə görə vura bilər. Fikir verin. Gəl qardaşım, buranı təqdim edək, buranı təqdim edək zəhmət olmasa. Yəni, otaqlarda kiçik otaqlardır, normal otaqlardır, böyük otaqlardır. Və axıncı yatan otağını təqdim edək zəhmət olmasa.